Değerli Nurlu Səhər TV izləyiciləri, hər birinizi salamlayıram. Nə qədər istəsək də ki, bu müqəddəs bayramlar dövründə, bu günlərdə, tənqidi mövzularda danışıqlarımız olmasın, amma heç cür yaramır. Keçən dəfə biz Azər İşığı, müxtəlif orqanların vətəndaşlara olan münasibətindən danışmışdıq. Orada o cümlədən günahkar kimlərdir, onu da işıqlandırmışdıq. Efil biabıçılıqlarından danışmışdıq. Nələr demişdik, günahkar kimdir, öz prizmamızdan bunları aydınlaşdırmışdıq. Belə baxıram, əvvəlcə istəyirəm ki, bir neçə il öncə öz yazdığım bir şeirdən bir neçə sətir deyim. Deyir, hərdən durub düşünürəm, dərdli qəmli görünürəm. Vallahi dəhşətə gəlirəm, damarlarda quruyur qan, hara gedir Azərbaycan? Bu Azərbaycan dövlətində, ölkəmizdə son dövrlər elə hadisələr baş verir ki, həqiqi mənada biganə qalmaq olmur. Biz 18-ci əsrdə, ondan əvvəlki dövrlərdə yazıçılarımızın yazılarında, əsərlərində baş verən hadisələri, negativləri oxuyorduk, bilirdik, başa düşürdük ki, həmin dövrlərdə informasiya qıtlığı var, o qədər inkişaf eləmir, radio yox, televiziya yox, internet yox, heç bir şeyin olmadığı bir dövrdə hansısa tək-tük Şeyx Nəsrullahlar meydana çıxırdı. Amma indi 21-ci əsrdə bütün elmin, texnikanın inkişaf elədiyi bir vaxtda ölkəmizdə, mən şəxsən öz ölkəmizdən danışım, baş verən prosesləri görəndə adam dəhşətə gəlir. Vallahi elə şeylər olur ki, həqiqi mənada deyirəm ki, adam Azərbaycanlı olduğundan da xəcalət çəkir. Mən hansı birini deyim? Misal üçün, biz müsəlman ölkəsi sayılırıq. Velizar kimiləri, Bayram Nurlu kimiləri, cəmiyyət arasında baxırsan, bunlar haqqında yazılan yazılardır, verilişlərdir. 100 minlərlə, 10 minlərlə adam baxır. Baxıram, oxuyuram mən o yazılan rəyləri də. O rəylərdə də dəhşətə gəlirsən, doğrudan da bura Azərbaycandır mı? Qardaş, yaxşı ki, həbs eləmişlər, buraxdılar bunu. İndi Gəncədə də Rəqsanə xanımdan konsertdə bir yerdə olmalıydı. Yaxşı ki, bunu təxirə saldılar. Sağ olsunlar, polis orqanlarında ki, belə adamları əxlaqımıza, mənəviyyatımıza zərbə vuran adamları həbs eləyirlər, çalışırlar ki, döndərsinlər. Qardaş, sosial şəbəkə o demək söz deyil ki, hər kəsə müstəqillik, sərbəstlik verib ağlına gələn eləsinlər. Lap yaxşı, mən istəyərəm ki, bizim hüquq mühafizə orqanları sosial şəbəkədə təkcə bu yox, istənilən bir negativ hallara qarşı dərhal insanları cəzalandırsın, gələcək nəsillərimiz bizdən nümunə götürməlidir. Axı, indi hər şey öz başına bıraxılırsa, gələcəkdə böyük bir cinayətlərə yol açın. Bu məsələləri, bu və ya digər məsələləri çalışırıq ki, vacib həmkarımızla bir yerdə müzakirə edək. Əvvəlcə, mən də Nurlu Səhər televiziyasının izləyicilərini salamlayıram. Hər birinə can sağlıq, uzun ömür arzulayıram. Əldən müəllim, biz də kəndimizdə olan bəzi şeyləri işıqlandırmışıq, yaxşı, biz, nə bilim, bəlaxır və s. Ancaq siz çox düzgün qeydlərdiniz ki, 19-cu və 20-ci əsrdə bu insanlara biz çatdıra bilmədik ki, həqiqətən də bu mühümata, bu başqa şeylərə inanmasınlar. Allah qəni rəhmətləsin Mirzə Əkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, bu yaxşı söz açdınız Cəlil Məmmədquluzadədən, həqiqətən də düz deyirsiniz ki, bu xalqı bunlar ailə bilmədilər. Məsələn, öz yazdıqları əsərlərlə, Ölülər əsərindən, oradakı Şeyx Nəsrullahlarla, məsələn, deyim, Bərəkallah Şeyxin elminə, axı Şeyxin eldə nə elmi var idi ki, bu deyil, Malqış Şeyxin elminə, Bərəkallah Şeyxin elminə. Yəni, bir gün də bu mühümat davam edir. Onu başa düşdüm, Vacib bəy. Ümumiyyətlə, mən qeyd elədim ki, həmin dövrlərdə ya indiki inkişaf eləmiş bir sistem yox idi, telefon yox idi, televizor yox idi, insanlar nə vəziyyətdə idi, onu hər kəs bilir. Bu dövrün izləyənlər, belə deyək də, bu yazılarda hamısını biz oxumuşuq ki, hansı dövrlərindən. Söhbət ondan gedir ki, indiki dövrdə hətta atılan addımı da, burada sizinlə danışdığımızı da hər kəs bilə bilir. Bu günləri mən o Özbəkistan vətəndaşı olan İqbal
Saliyev var, gelmişti. Bu söhbətləri eşidəndə özüm dəhşətə gəldim. Başa düşüləndir, səhiyyədə hansısa çatışmazlıqlar ola bilər, insanlar ardınsa narazı ola bilər. Bu boyda aparatlar, texnikalar, nələr yaradılıb, xəstəxanalar, klinikalar. Bunun qabağında hansısa bir şey filan... Əqidə çox gülməli şəkildir. Sən durasan Özbekistandan, yol götürüb gələsən Azərbaycana, Azərbaycanda gəlib hansısa bir klinikada, özəl klinikada özünə bir yer açasan və orada cəmaatı nə qədər deyirlər, Eldar müəllim, üzr istəyirəm, bağışlayın. Nəsə yalan şəkildə, güya mənim əlimdə bir şifa var, mən bu müalicəliylə mənə çata bilmir. Bu dəqiqə siz deyən kimi, siz buyurdunuz ki, bu dəqiqə elm, texnika o qədər inkişaf edir ki, Allah rəhmət bəsin bütün zadiyə. Bu dəqiqə kompüter əsrdir, elmli əsrdir. Bu Uzinin olduğu bir vaxtda, MRT-nin olduğu bir vaxtda, KT-nin olduğu bir vaxtda bu Özbekistandan durub gələn bu həkim, mən ona həkim demək, vallahi utanaram, mən ona həkim demək istəyim də gəldi. O, üzr istəyirəm, o həkim deyil, o müqənnili eləyib, orta səviyyədən də aşağı səviyyədə, sonradan orada Özbekistanın özündə bu fırıldaqçılığa görə son dəfə 15 sutka həbs cəzası da alıb, söhbət ondan deyir ki, burada bir daha görünməyən tərəfləri mən tamaşasında çatdırmaq istəyirəm. Burada günahkar sayırlar, tutaq ki, kimsə deyə bilər, həmənə gələn İqboldur. Kimsə deyə bilər, Səhiyyə Nazirliyidir. Kimsə deyə bilər, ora gələn insanlardır. Mən isə deyirəm, burada günahkar bu deyilənlərin hamısıdır. Mən buna qaçıram. Səhiyyə Nazirliyinin rəsmisi deyir ki, orada olduğu müddətdə tibbi nələrdən istifadə olunmuyor, nə, buna görə də güya bu qanuna müvafiq. Qardaş, gülüş məsələdir. Əgər tibbi bu estetik klinikada, biyaz klinikası, əgər burada tibbi klinikadırsa, orada tibbi ləvazimətdən istifadə edib hansısa əməliyyatlar, nələr, hərəkətlər yerinə yetirilmirsə, ora bəs qastıysan, üz istəyirəm, rus dilində dedim, ora yataqxanadırmı ki, oteldirmi ki, ora gəliblər, insanlar da hamısı növbəyə düzülüblər, qapının ağzında da, hətta binanın özünə də elan vurulub. Bunlar niyə hər kəs öz günahlarını boynuna almır? Yaxud orada icarə verən adam deyir ki, gəlib bizdən vətəndaş icarə istədi, biz də ayın 15-nə qədər, bir həftə 8 gün müddətinə bunu icarə verdik. İcarə verdiniz. Bəs bu icarə verilən ora deyilənlərə görə, orada mən yaxşı oxuya bilmədim, deyək yazıları. Orada təkcə qalmaq yox, qonaqları qəbul eləyəcək, nə eləyəcək? Bura nədir? Qardaş, bura klinikadırsa, klinikada qonaq qəbul eləyən yerdirmi? Əvvəl qeyd edədiyim kimi, oteldirmi? Yaxşı ki, bir neçə gün sonra da olsa, həqiqi mənada rüsvayçılıqdır. Polislər onu saxladılar. Adi bir yerdə, istər klinika olsun, istər bir adi iğnə vurmağı həkimlərə qadağandır. Kimsə haradasa sutkalarla adamları növbəyə düzüb bioenerji. Birincisi, ekstrasenslə bioenerjinin arasında tamamilə fərqli şeylərdir bunlar. Əgər ekstrasens adı ilə, həkim adından gəlirsə, bioenerji nədir? Əllə müraciət eləmək nədir? Adam dəhşətə gəlir. 21-ci əsrdə mən bir daha qeyd edirəm ki, cəmiyyətin özü də əlbəttə burada elələri var ki, nə dərəcədə razı qalırlar öz yerində, deyib pulsuz müayinə olunmurlar. Ondan sonra heç olmasa ildə bir dəfə, 2 ildə bir dəfə, yarım ildə bir dəfə deyib müayinədən keçmirlər. Bir fırıldaqçı gəlir, bu həqiqi mənada 15-ci, 16-cı əsr olsa adam deyər ki, nəsə bir şeydir. Həqiqətən gülüşdür, kimsə əli ilə, baxışı ilə, nəylə adamları sağaldır. Edəməm, bu bir nömrəyə bənzəyir ki, bu 21-ci əsrdə bizim insanlar, bax, belə fırıldaqçılara, belə nətər deyərlər, bu düzgün əməli olmayan insanlara inanmalı. Bax, bu nə deyirlər ki, mən bunu başa düşə bilmərəm, bunu aydınlıq gətirmək üçün sizdən... Əslində, həmişə cəmiyyət giliylənir. İstər məmurlardan, istər digər təşkilatlardan, nələrdən. Qardaş, bu işdə özümüz də günahkarız, cəmiyyətin özü də günahkardır. Hər kəs, misal üçün, ora gedən adam fikirləşməlidir ki, əgər Səhiyyə Nazirliyi bir mənalı dünyanın hansı yerində olur olsun, yad planetlərdən xəbər verir, hansı yerində olur olsun, bu adam
baxmaqla, əli ilə adamları sağaldırdısa, bütün dünyada məşhur olardı. Hamı bala uşağı kimi onu tanıyardı. Əslində mən onu demək istəyərdim ki, həqiqətən də bugünkü gündə çox acınacaqlı vəziyyətdir ki, bax bu günlərin biz bəzi o fırıldaqçı deyək də, belə deyək də, bu dindən uzaq olan insanlar, bəzi o fırıldaqçı fala baxanlar, özünü ekstrasens adlandıranlar, Respublikamızda günü-gündən artmaqdadır. Artıq bu niyə bənzəyir? Həqiqətən də bunun qarşısı alınmaz belə görünsə də, ancaq bizə nətərdir Eldar bəy? Burada bir məsələ orasındadır ki, nəcə bu insanlar maariflənmirlər. Bu insanlar, mənə gəlir ki, bu insanların maariflənməməsi mütaliə olunmamasıdır, çox mütaliə eləmirlər. Yəni, bir kitabı açıb baxmırlar, bir qəzetə açıb baxmırlar. Yəni, bax, bu məsələlər... Bir tərəfdən biz kanalları, belə deyək də, profildə, saytları qınayırıq ki, bunlar niyə əxlaqdan uzaq, yaramaz şeyləri göstərirlər, insanlara çox... Amma baxır görürəm ki, əvvəl dediyim kimi, televizorlar, bayram durumlara qarşı olan nələrdə 10 minlərlə adam baxır, bəyənmələr var, tarih yüklü məsələlərdən söhbət açılır. Bizim kanal yaranandan kimdən ki müqayisə eləyir eləsin. Yəni biz həmişə tarih yüklü məsələlərdən insanlara fayda veriləcək hansısa problemlərdən daim yanaşmışıq və çalışmışıq ki, bu problemlər həllini tapsın. Baxıb görəndə ki, insanlar əsas şeydən yayınıb, lazım olmayan, belə deyək də, əxlaqa, mənəviyyata nəinki ziyan olan, hətta mənəviyyatımızı məhv edən şeylərə daha çox meyil göstərirlər. Bu meyil göstərmək də o bir nəfərin, iki nəfərin işi deyil. Mən üç tuturam, bütün kütləvi informasiya vasitələrində də, həmkarlarıma da Azərbaycanı bu bəladan çıxması üçün bizlərdən çox şey asılıdır. Biz çalışıb, o pis dediyim nələrisə üstünə özümüz getməliyik. Əgər hansısa bir bu haqda orqanlara imkan verilmirsə, qanuni prizmada imkanlar verilmirsə, biz qınaq obyektinə çevirməliyik. Cəmiyyətin özü də bu işdə aktiv olmalıdır. Əgər görsələr ki, bu cəmiyyətin əlbəttə əsas hərəkət verici qüvvəsi onun söz deyən ağzıdır, insanlarıdır, jurnalistləridir. Cəmiyyət görsə ki, o biri dediyim lazım olmayan şeyləri efirə buraxan kanallar, saytlar, yaxşı şeylərə, bizim bu milli mənəvi dəyərlərimizə tuş gələn, yaxşı əməllərə daha çox adam baxır, o pis şeylərdən aralanıb, yolunu dəyişib, həm cəmiyyət inkişaf edəcək, həm ölkə, həm də bizim balalarımız, vallahi bizim balalarımız bədbaxtdır. Mən özüm ən çox da Xırdalanda oluram Bakıya gedəndə, orada görürəm, uşaqlar yığılırlar saat 9-10-11, kafelərdə, barlarda, yeməkxanalarda elə hərəkətlərə yol verirlər ki, indi bizdə qanun çıxartdılar ki, evdə kimsə, öz uşağının, belə deyək, ağlayarsa, nə olmasa buna qarşı gəlmə. Mən bilirəm, bu qayda xaricdə uzun illərdir var, amma gəlin, xaricdəki o ab-havanı, əhval-ruhiyyəni, o şəraiti biz evdə yarada bilirik ki, uşaqlar nədir, o şeyi bilsin və düzgün yol götürsün. Tutmaq lazımdır ki, hər şeyi Avropanın yox. Birinci, bir daha deyirəm, milli mənəvi dəyərlərimiz, mentalitetimiz əsasında bizim süzülüb gələn, o bizim varlığımızdır, gələcəyimizdir. Onu qoruyub, Avropanın yaxşı şeylərini tədricən şamil edir. Bəli, bizim milli mentalitetimizə uyğun gələn şeyləri biz Avropadan özümüzün xeyrimizə oğlamalıyıq. Yəni, Avropada elə şeylər var ki, bu şeylər məsələn bizim ata-babamızın milli mentalitetimizə uyğun gəlmir, Eldar müəllim. Ona görə də bu uşaqların üzərində də böyük bir nəzarət olmalıdır. Elə öz başına, başlı-başına bıraxmaq lazım deyil. Valideynlər uşaqlarına ciddi yanaşmalıdırlar. Onların təlim tərbiyəsində ciddi məşğul olmalıdırlar ki, gələcəkdə məsələn bizə mühəndislər, bizə alimlər, bizə gözəl həkimlər, savadlı həkimlər bizə lazımdır. Vallahi Allah haqqı, mən belə başa düşürəm ki, heç də bu sosial şəbəkələrdə göstərilən müxtəlif şeylər var. Siz qeydlədiyiniz kimi, bayram nurlardır, baboşlardır, müxtəlif şeylərdir. Bunlar çox reklam deyirlər. Mən onu da qeyd etmək istəyərdim ki,
Yəni uşaqların bugünkü o təhsildən yayınması, ondan sonra təhsilin belə təhsilə ciddi yanaşmamaları, yəni mən bunu başa düşə bilmirəm. Əlbəttə mövzu çoxdur. Herhalde biz çox şaxələndik. Düzdür, bir daha deyirəm. Bu işə kompleks yanaşma lazımdır. Təkcə bu məktəbin işi deyil. Uşağın formalaşmasında məktəb, ailə və cəmiyyət. Uşaqlara telefon verən kimdir? Uşaq öz başına telefonun hardan alır? İndi biz növbəti görüşlərimizdə, misal üçün, son dövrlər buraxılış imtahanlarında salınan suallardır, nələrdir? Bunlar sosial şəbəkədə görürük ki, insanlar qan ağlayır. Əgər doğru dillə danışsaq, qan ağlayır ki, qardaş, 3 saatlıq uşaq üçün ayrılan suallara 5-6 saatdan çox vaxt lazımdır ki, bunu müəyyən qədər, orada da mən eşidəndə dəhşətə gəldim, düzü inanmadım. Bir nəfər müəllim də mənə deyirdi ki, imtihana salınan sualları xaricdən pulla alırlar. Düzü bu şeyə inanmadım. Azərbaycanda təhsildən söhbət gedirsə, nəyə deyirsiniz? And için ki, Azərbaycanlılar kimi savadlı millət yer üzündə yoxdur. Sadəcə eşidirik də bütün dünyada olan ixtiraları Azərbaycanlılar eləyir. Gedib xaricdə burada imkanlar yaradılır. Bu mövzular barədə biz gələcəkdə çıxışlarımız olacaq. Bir daha bayram əhval-ruhiyyəsində insanlarımız bu bayramdan sonra biz o problemlərə hissə-hissə yanaşıb öz sözümüzü deyəsik. Çox sağ olun, bir dəfə diqqətinizə görə təşəkkür edirəm. Onu da demək istəyirəm ki, yəni bilsinlər, bugünkü günün bəlkə də keyfli İskəndərləri hesab edənlər bizləri bu lazım olan sözləri deməyə. Qoy heylə bilsinlər, çalışaq, keyfli İskəndərlərin sayı çoxalsın və cəmiyyət inkişaf eləsin. Bəli. Əlbəttə, mən bu sözün məcazi mənada deyirəm. İnşallah ölkəmiz yüksək inkişaf səviyyəsinə çatar. Bizlər də, dediyim insanlar da çalışar ki, cəmiyyətin formalaşmasında əllərindən gələni əsirgəməsinlər. Hər birinizə bir daha təşəkkür edirəm. Bizi dinləyən, eşidən, sözümüzə dəyər verən hər kəsə minnətdarlığımızı bildirin.